Loqaritmik bərabərsizlik verilib və onun neçə tam həlli olduğu soruşulur. Loqaritmanın əsası 5-dən böyük, yəni 5 olduğu üçün, 1-dən böyük olduğu üçün biz müqayisəni olduğu kimi aparırıq. X çıxılsın 4-ün mötərizə kvadratı kiçikdir 36-dan. Loqaritmanın əsasın 5-dir və arqumenti isə burada x çıxılsın 4-ün kvadratıdır. X heç vaxt 4 ola bilməz. X çıxılsın 4 müsbət olduğu üçün böyükdür 0 şərtini qeyd etməyə ehtiyac olmasa da x heç vaxt 4 ola bilməz. Yəni burada qeyd edək ki, x fərqlidir 4-dən. Kvadrat ifadə şəklində bərabərsizliyimizi x çıxılsın 4-ün kvadratı çıxılsın 36-nın 6-nın kvadratı olaraq qeyd edək. Kiçikdir 0. Burada x çıxılsın 4 çıx 6 və x çıxılsın 4 üstəgənlisin 6 şəklində vuruqlarını ayırsaq, müxtəsər modüsü vasitəsilə x çıxılsın 10 və x üstəgənlisin 2 kiçikdir 0 alarıq. Əgər ədəd oxu üzərində sıfırları qeyd etsək, birincisi -2-dir. 4-ü ala bilmədiyi üçün 4-ü də qeyd edək və bir də 10. Aralıqları bölsək, ondan böyük ədəd götürsək və ifadəni yoxlasaq müsbət alınar. Burada mənfi, burada müsbət alınacaq. Bizə lazım olan aralıq mənfi olan aralıqdır. Yəni -2-dən, belə deyək də, 10-a qədər olan, həmçinin 4-ü də saymırıq. Buradakı tam ədədlərin sayına baxaq. 10 çıxılsın -2, çıxılsın 1, hər iki ucu boş olduğu üçün, daxil olmadığı üçün və bir də 4-ə görə bir ədəddə çıxırıq. 10 üstəgənilsin 2, çıxılsın 2, -2 eləyir. 2-lər islah gedir, qalır sadəcə 10. Deməli, 10 dənə tam həlli var.